Bakıda bir yanacaq doldurma məntəqəsindən çıxan avtomobilin sürücüsü şlankı çıxarmağı unudub. Bu hadisə sosial şəbəkələrdə sürətlə yayılaraq istifadəçilər tərəfindən geniş müzakirə olunub. Videoda yanacaq doldurma məntəqəsindən çıxan avtomobilin əslində benzin şlankını maşının arxasında çəkərək uzaqlaşdığı görülür. Sürücünün yanacaq doldurma prosesini tamamlamadan hərəkətə başlaması ciddi təhlükə yarada biləcək bir vəziyyətdir. Hadisədən sonra yanacaq doldurma məntəqəsi işçiləri dərhal reaksiya verərək şlantı sürücüdən geri alıb. Xoşbəxtlikdən hadisə zamanı heç bir qəza baş verməyib. Bu tip halların qarşısını almaq üçün mütəxəssislər sürücülərin yanacaq doldurduqdan sonra şlantı tam çıxardıqlarına və düzgün şəkildə yerinə qoyduqlarına əmin olmalarını tövsiyə edirlər.